Salam, bugünkü mövzumuz 2-ci Rus-Burcu inqilabı və onun Şimali Azərbaycana olan təsirləri. Bu mövzudan bəhs edəcəm. Bildiyimiz kimi bu mövzu istər abituriyentlər, istər müəllimlərin işə qəbuluna hazırlaşanlar, istərsə də müəllimlər üçün olduqca qəliz bir mövzudur. Ona görə də istədim bu mövzunu özüm hazırladım konspekt üzərində izahını verim. Bu konspekt mənə məxsusdur və konspekti Instagram səhifəmdə paylaşım etmişəm. İstəyən ora daxil olaraq oradan götürə bilər. Instagram səhifəmdə linki videonun altında açıqlama bölməsinə qeyd etmişəm. Keçək indi mövzumuza. Deməli, bildiyimiz kimi Çar Rusiyasına qarşı 2 Burcu inqilabı baş vermişdi. Hər ikisi də Çar 2-ci Nikolayın hakimiyyət dövründə olmuşdu. 1-ci Rus-Burcu inqilabı 1905-1907-ci illəri əhatə etmişdi. Rusiyaya müəyyən təsirləri olsa da Çar Rusiyasını devirə bilməmişdi. 2-ci Rus-Burcu inqilabı isə 1917-ci il fevral ayında baş vermiş bir inqilab idi. Fevral ayında inqilab baş verdi. Petrogradda baş vermişdi bu inqilab və nəticəsində Rusiyada mütləq monarxiya devrildi. Romanovlar sülaləsinin dövrü başa çatdı, hansı ki bu sülalə 1613-cü ildə gəlmişdi hakimiyyətə. Çar 2-ci Nikolay taxtdan salındı. 1894-cü ildən hakimiyyətdə idi Çar 2-ci Nikolay və bunların nəticəsində artıq müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumətin yaradılmasında məqsəd Rusiyanı idarə etmək idi və hətta onu qeyd eləyək ki, bu hökumət Vəzirlər Məclisi çağırılana qədər fəaliyyət göstərməli idi. Eyni zamanda həm Rusiyada, həm də bölgədə artıq iki hakimiyyətlik formalaşdı. Çünki müvəqqəti hökumət tək idarə etmirdi. Hakimiyyətin bir hissəsi müvəqqəti hökumətin əlində, digər bir hissəsi isə fəhlə və əsgər deputatlar Sovetlərin əlində cəmləşmişdi. Müvəqqəti hökumətin yaranması, Çar Rusiyasının devrilməsi Şimali Azərbaycana bir ümid işığı doğurdu. Onlar düşündülər ki, artıq müstəqilliyə doğru bir addım atmış olublar. Bu inqilab xəbəri mart ayının 2-sində Bakıya çatdı. Şimali Azərbaycana sevinclə qarşılanmış oldu. Məhəmməd Əmin Rəsulzadə hətta öz məqaləsində yazırdı ki, 1917-ci il inqilabı məhkum siniflərə hürriyyət, məhkum millətləri isə muxtariyyət verəcəkdi. Elə də oldu. Müvəqqəti hökumət bir sıra tədbirlər həyata keçirdi ki, bunlardan ilk tədbir siyasi məhbuslara amnistiya vermək oldu. Daha sonra da Rusiyada yaşayan bütün vətəndaşların dini və milli zəmində ayrıseçkiliyini qadağan edən bir bəyannamə elan etdi. Bu bəyannamə ilə amnistiyanı verdikdən sonra isə öz idarəçiliyini daha da möhkəmlətmək üçün xüsusi qurumlar təşkil etmişdi. Biri Bakıda yaradılan yerli hakimiyyət orqanı olan İctimai Təşkilatların İcra Komitəsi idi. 1917-ci il mart ayının 4-də müvəqqəti hökumət öz yerli hakimiyyət orqanı olan İctimai Təşkilatların İcra Komitəsini yaratdı. Tək Bakıda yox, həmçinin digər qəzalarda belə yaratmışdı bu komitəni. Komitəyə qeyri-Azərbaycanlılar rəhbərlik edirdi. Rəhbərliyində yəni Azərbaycanlı yox idi. Amma tərkib heyətində 2 nəfər Azərbaycanlı var idi ki, bunlardan biri Məhəmməd Həsən Hacınski, digəri isə Məhəmməd Əmin Rəsulzadə idi. Bu komitə bir qərar qəbul etmişdi. Qərar nədən ibarət idi? Bakı Sənaye rayonunda 8 saatlıq iş günü elan edilməli, sahibkarlar və fəhlələr arasında isə barışıq komissiyalar yaradılmalı idi. Yadımızdadsa, əgər belə bir barışıq komissiyası 1904 dekabr ayının 30-da Mazuk Konstitusiyasının imzalanması ilə də olmuşdu. Orada da yaradılmışdı. Daha sonra 1917-ci ilin mart ayının 9-da Qafqaz Canişinliyi sistemini ləğv etdi. Bu Qafqaz Canişinliyi 2 dəfə mövcud olub Azərbaycanda. 1844-1883-cü illərdə 1-ci mərhələ, 1905 fevralından 1917 martına qədər isə 2-ci mərhələ idi. 1905 fevralda yaradılan və yaxud da bərpa edilən Qafqaz Canişinliyi artıq ləğv edilmiş oldu. Məqsəd Cənubi Qafqazda öz idarəçiliyini qurmaq və özünün qurumunu, təşkilatını yaratmaq idi ki, bu təşkilat da bu qurum da xüsusi Cənubi Qafqaz Komitəsi oldu. Tiflisdə yaradılmışdı. Tərkibində isə 4-cü Dövlət Dumasına Cənubi Qafqazdan seçilmiş yerli nümayəndələr daxil idi. Azərbaycanlı əhalini 4-cü Dövlət Dumasının nümayəndəsi olan Məmməd Yusif Cəfərov təmsil edirdi. Deməli, qeyd etdiyim kimi, müvəqqəti hökumət yaradılan zaman eyni zamanda fəhlə və əsgər deputatlar Sovetdə yaradılmışdı. Həm Rusiyada, həm bölgədə. Azərbaycanda yaradıldı belə bir hökumət, belə bir Sovet. Deməli, 1917-ci il mart ayının 6-sında Bakıda fəhlə və əsgər deputatlar Soveti və yaxud da qısaca olaraq Bakı Soveti yaradılmış oldu və ya yenidən bərpa edildi. Niyə yenidən bərpa edilmə? Əgər yadımızdadsa, 1905-ci il noyabr ayından 1906-cı ilin fevral ayının 23-nə qədər fəaliyyət göstərən bir dənə fəhlə deputatlar Soveti vardı ki, o da Şimali Azərbaycana baş verən inqilabi çıxışları idarə etmək məqsədi ilə yaradılmışdı, amma fəaliyyəti tez bir zamanda da qubernatorluq tərəfindən dayandırılmışdı. İndi burada yenidən bərpa edilmiş oldu. Bunun da tərkibi Bolşevik, SR, Menşevik və Daşnaklardan ibarət idi. SR-lər kimlər idi? Sosialist inqilabçılar idi.
Amma tərkibində bir nəfər də olsun Azərbaycanlı təmsil olunmamışdı. Sonrakı gedişatlarda qeyd olunur ki, Bakı Sovetinə keçirilən seçkilərdə yalnızca 2 Azərbaycanlı bolşevik deputat seçilmişdi. Bunlar kimlər idi? Nərman Nərmanov və Məşədi Əzizbəyov idi. Həmin bu qurumun rəhbəri Stepan Şamyan idi. Burada fikir ayrılıqları vardı təbii ki. Deməli, bolşeviklər müharibənin bitməsini və hakimiyyətin dərhal Sovetlərə keçməsini istəyirdilər. Amma menşeviklər isə tamamilə əksinə. Onlar müharibənin davam etdirilməsinin tərəfdarı idilər. Amma təbii ki, sonda bolşeviklər öz istəyinə nail olacaqlar, müharibə dayanacaq. İndi onun haqqında da məlumat qeyd edəcəm. Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən bütün sosialist partiyalar, yəni menşeviklər, bolşeviklər, eserlər Azərbaycanlıların siyasi və ictimai təşkilatlarını siyasi proseslərdən daim çalışırdılar ki, təcrid etsinlər. Bakı Ərzaq Komitəsində seçkilər keçirilmişdi ki, bu seçkilərdə Azərbaycan milli siyasi qüvvələri daha çox qələbə qazandığına görə bu da sosialistlər ciddi bir formada narahat etməyə başlamışdı. İnqilabdan sonra milli qüvvələr artıq fəallaşdılar və hətta Milli Demokratik Hərəkatın 3-cü mərhələsi başlamış oldu. Demokratik hərəkat bildiyimiz kimi 3 mərhələdən ibarətdir. Birinci mərhələ 1875-1904-cü illər, ikinci mərhələ 1905-1917-ci illər, üçüncü mərhələ isə 1917-18-ci illərə əhatə edir. Və bu 3-cü mərhələdə məqsəd Rusiya daxilində özündartma hüququ, yəni muxtariyyət əldə etmək idi. Və bundan sonra Bakıda və Yelizavetpolda yerli hakimiyyət orqanları olan milli şuralar, komitələr yaranmağa başlandı. Hətta vaxtilə gizli fəaliyyət göstərən milli qüvvələr, xüsusilə də Müsavat Partiyası açıq fəaliyyətə başlamış oldu. Və bu dövrdə yeni bir partiya yaranmışdı. Bu partiya Türkiyədən Mərkəzi Partiyası idi. 1917-ci mart ayının sonlarında Yelizavetpolda Nəsib bəy Yusifbəylinin başçılığı altında belə bir partiya yaradıldı. Bu partiya 1905-ci ildə yaradılmış Qeyrət Partiyasının siyasi proqramından çıxış eləyirdi. Və Rusiyada yaşayan bütün türk xalqlarının vahid qüvvə kimi birləşməsi vəzifəsini də irəli sürmüşdü. Hətta Rusiya hüdudlarında federativ respublikanın yaradılması ideyasında müdafiə edirdi. Qeyrət Partiyasında da vardı bu. Partiyanın təşkil etdiyi mitinqlərdə isə Yaşasın Azərbaycan muxtariyyəti şüarı irəli sürülmüşdü və beləliklə də Azərbaycan məfhumu artıq siyasi bir məna kəsb etməyə başlamışdı. Sonrakı gedişatlarda isə Türkiyədən Mərkəziyyə Partiyası Müsavatla eyni proqramdan çıxış etdiyinə görə bu iki partiya birləşmək qərarına gəldi. 1917-ci il iyun ayında iki partiya birləşdi və Türkiyədə və Mərkəziyyə Müsavat Partiyası meydana gəlmiş oldu. Partiya türkçülük mövqeyindən çıxış edirdi. Onu da xatırladım ki, 1905-ci ildə Rusiyada Azərbaycanlı ziyalılar tərəfindən yaradılmış Müsəlmanlıq və yaxud da İttihat Partiyası vardı ki, bu partiya müsəlman xalqlarının dini zəmində birliyini daha çox üstün tuturdu. Amma Türkiyədən Mərkəziyyə Partiyası isə türkçülük zəmində birliyini daha çox üstün tuturdu. Bu da onların fərqli siyasəti idi, fərqli cəhəti idi. Və artıq getdikcə Şimali Azərbaycanın hər yerində qeyd olunur ki, Müsəlman Milli Şuraları fəaliyyətə başlamış oldu. Və bu milli şuralar da birləşərək Müsəlman Milli Şurasının icraiyyə komitələrini yaradırdılar. Və təbii ki, onların da əsas istəkləri Rusiyada demokratik federativ bir respublika qurulması idi. Elə bu dövrlərdə Ümumrusiya Müsəlman qurultayları keçirilmişdi. Yadımızdasa əgər Ümumrusiya müsəlmanlarının biz 3 qurultayını keçmişik. 1905-ci ilin avqust ayında Nijni Novgorodda, 1906-cı ilin yanvarında Peterburqda və 1906-cı ilin avqustunda yenə də Nijni Novgorodda. 3 qurultayı orada keçmişik. Bu dövrdə isə 2 qurultay keçiriləcək. Biri Bakıda Qafqaz müsəlmanlar qurultayı, digəri isə Rusiya müsəlmanları Moskva qurultayı. 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanların qurultayı keçirilir. Burada Rəsulzadə bir tələb irəli sürür. Nə idi bu tələb? Çağırılacaq Ümumrusiya Müəssislər Məclisində Rusiya müsəlmanlarına ərazi muxtariyyəti verilməlidir. Bu tələb irəli sürmüşdü. 1917-ci may ayında isə Rusiya müsəlmanları Moskva qurultayında Azərbaycanın təmsilçilərinin israrları nəticəsində qətnamə qəbul edildi. Qətnamədə nədən bəhs olunurdu? Rusiyanın federativ bir respublika olması və müsəlman xalqlarına ərazi muxtariyyəti verilməsi. Həmin bu müddəalar bu qətnamədə öz əksini tapmışdı. Elə bu gedişatlarda Müsavat Partiyasının, hələ 1911-ci ildə yaradılmış Müsavat Partiyasının ilk qurultayı keçirilir. 1917-ci il oktyabr ayının 25-31 tarixlərində birinci qurultay keçirilmişdi. Burada ilk məqsəd Rusiya tərkibində ərazi muxtariyyətinə nail olmaq, son məqsəd isə Azərbaycan dövləti, xüsusilə də müstəqil Azərbaycan dövləti yaratmaq idi. Burada bir sıra məsələlər irəli sürülmüşdü. Nə idi bu məsələlər? Rusiya Demokratik Federativ Respublika prinsipi əsasına qurulmalı. Muxtar əyalətlərdə yerli əhalinin ana dili, rəsmi dil elan edilməli. Torpaqlar əvəzsiz bir şəkildə kəndlilərin xüsusi mülkiyyətinə verilməli və fəhlələrə 8 saatlıq iş günü təmin edilməli idi. Əsas tələblər bundan ibarət idi.
Elə bu gedişatda həmin dövrdə 1917-də 25 oktyabrda Rusiyada, yəni Petrogradda yeni bir çevriliş oldu. Bu da Bolşevik çevrilişi idi. Bolşevik çevrilişinin nəticəsində müvəqqəti hökumət devrildi. Çünki Bolşeviklər istəyirdilər ki, bütün hakimiyyəti öz əllərində cəmləşdirsinlər. Ona görə də müvəqqəti hökumət devrildi və onun yerində Sovet hökuməti, yəni Rusiya Xalq Komissarlar Soveti quruldu. Rəhbəri isə Vladimir Lenin idi. Sovet hökuməti Azərbaycan xalqının da rəğbətini qazanmışdı. Səbəb nə idi? Çünki o ölkəni müharibədən çıxardı və kəndləri isə torpaq veriləcəyinə dair qərar vermişdi. Amma təbii ki, bu qərarı yerinə yetirməyəcəklər və hətta deyir ki, hökumət əsarətdə olan xalqları Sovet Rusiyasının tərkibində saxlamaq istəyirdi. Bunun üçün də əl altdan işlər görürdü, tədbirlər həyata keçirdirdi. 1917-ci il noyabr ayının 2-sində isə Bakı Sovetinin iclası olur və nəticədə Bakıda Sovet hakimiyyəti qurulduğu elan edilir. Bu hakimiyyət ali hakimiyyət orqanı idi, amma deyir, şəhərin Azərbaycan əhalisi yeni hakimiyyəti qəbul etmədilər. Bakı Soveti istəyirdi ki, tək hakimiyyətliyini qursun, amma onun tək hakimiyyətliyinə mane olan iki qurum var idi. Biri İctimai Təşkilatların İcra Komitəsi, digəri isə Bakı Şəhər Duması idi. Bakı Şəhər Dumasının rəhbəri Fətəxan Xoyski idi həmin dövrlərdə. Onlar 1917-23 noyabrda İTİK təşkilatını ləğv etməyi bacardılar və Bakı Sovetinin yeganə rəqibi Şəhər Duması oldu. Şəhər Dumasının sadəcə isə fəaliyyətini məhdudlaşdırmaqla kifayətləndilər. Müəyyən qədər fəaliyyəti məhdudlaşdırıldı ta ki 1918-ci il 20 aprel tarixinə qədər. 20 aprel tarixində Bakı Şəhər Duması tamamilə ləğv edilmiş olacaq. Bundan sonra Lenin istəyirdi ki, Bakıda öz hakimiyyətini gücləndirsin və Cənubi Qafqazı tamamilə öz nəzarəti altında saxlasın. Ona görə də erməni bolşeviklərindən olan Stepan Şamyanı bölgəyə Sovet Rusiyasının fövqəladə komissarı təyin etmiş oldu. Bəs yaxşı, görək 1917 oktyabr çevrilişindən sonra Cənubi Qafqaz Komitəsinin aqibəti necə oldu? Axı müvəqqəti hökumət tərəfindən yaradılmış qurum idi bu. Deməli, oktyabr çevrilişindən sonra Cənubi Qafqaz Komitəsi fəaliyyətini dayandırdı. Səbəb nə idi bəs? Bolşevik hökumətini tanımaqdan imtina etmişdi ona görə. Və onun yerində dərhal 17-ci noyabr ayının 11-də Cənubi Qafqaz Komissarlığı yaradılmış oldu. Bu komissarlıq 18-ci ilin əvvəlinə qədər davam etmişdi, fəaliyyət göstərmişdi və Tiflisdə yaradılmışdı. Tərkibində isə Azərbaycanlı, Gürcü və erməni siyasi xadimlər təmsil olunurdular. Və bu komissarlıq Məhzlə Məclisində hakimiyyət məsələsinin həllinə kimi yerli özündarə orqanı qismində yaradılmışdı. Məhzlə Məclisi 17-ci noyabrın sonlarında həmin bu komissarlıqdan sonra təşkil olunacaq. İndi onun haqqında da ayrıca məlumat qeyd edəcəm. Və bu komissarlığın bir vəzifəsi vardı. Sosial, iqtisadi və hərbi vəziyyətin nizama salınmasına dair qərarlar qəbul etmək. Ona çalışmaq. Amma komissarlığın tərkibi bölgədə yaşayan millətlərin sayına mütənasib qurulmamışdı. Yəni necə? Cənubi Qafqazda Azərbaycanlılar sayıca çox idi, amma buna baxmayaraq komissarlıqda Gürcülər və ermənilərlə bərabər sayda təmsil olunurdular. Təbii ki, milli siyasi qüvvələrin arasında həm daxili, həm də xarici siyasətlə bağlı fikir ayrılıqları mövcud idi ki, bu da komissarlığın fəaliyyətinə olduqca maneə yaradırdı. Belə bir qeyd də vurğulayım ki, komissarlıq yaranan zaman Şimali Azərbaycanda iki hakimiyyətlik formalaşır. Nə idi bu iki hakimiyyətlik? Deməli, Bakıda və ətraf ərazilərdə Bakı Sovetinin hakimiyyəti quruldu, qalan ərazilərdə isə komissarlığın hakimiyyəti qurulmuş oldu. Və Cənubi Qafqaz Komissarlığı həm daxili, həm də xarici siyasətdə tədbirlər həyata keçirilir. Xarici siyasətə ilk tədbiri 1917-ci il dekabr ayının 5-də Osmanlı dövlətlə danışıqlar aparması oldu. Ərzincan barışığı imzalandı və bu barışığa görə Qafqaz cəbhəsinə hərbi əməliyyatlar dayandırılmalı və Şərqi Anadolunu işğal etmiş Rus qoşunları bölgədən tamamilə çəkilməli idi. Düzdür, hərbi əməliyyatlar dayandırıldı və Rus qoşunları da bölgədən geri çəkilmiş oldular. Amma bir məsələ vardı ki, çoxlu sayda Rus əskər və zabitlər Rusiyaya geri qayıtmayıb Bakı Sovetində hərbi qulluğa girdilər. Çünki Bakı Soveti artıq yavaş-yavaş müsəlman xalqına qarşı qırğın siyasətlərinə, növbəti bir qırğın siyasətlərinə başlayırdı, hazırlıq tədbirlər görürdü. Hələ 17-ci ilin sonlarından başlayaraq artıq etnik təmizləmə adı altında İrəvanda bir sıra qırğın siyasətlər yeridilməyə başlanmışdı. Və bundan sonra artıq komissarlıq başa düşürdü ki, bolşeviklər, yəni bu ümumiyyətlə Qafqaz cəbhəsinə hərbi əməliyyatlar dayanmışdı axı, onlar geri qayıdan zaman müsəlman əhalisinə qarşı tədbirlər həyata keçirdəcəklər. Bunu bilirdilər. Hətta onların hazırlıqlarını da artıq İrəvanda baş verən proseslər də artıq duymuşdular. Ona görə də dərhal komissarlıq 17-ci il dekabr ayında bir qərar verir. Qafqaz cəbhəsindəki Rus ordusu tərxis olunmalı və ordu milli zəmində yaradılmalı idi. Çünki onlar bolşevik təbliğatının yayılmasından narahat idi əsgərlər arasında. Və bu işi isə general-leytenant Əlağa Şıxlinskiyə tapşırdılar. Əlağa Şıxlinskinin rəhbərliyi altında müsəlman korpusu yaradılmış oldu.
Azərbaycanlı gənclərdən zabit kadrların hazırlanmasına da başlanıldı. Amma bir məhdud cəhət var idi. Bir əsas çətinlik vardı ki, o da silah çatışmazlığı. Əslində, deməli, bu silah prosesini necə həll etməli idilər? Deməli, komissarlıq bir qərar vermişdi ki, cəbhədən qayıdan 2 Rus korpusu öz silah sursatını Azərbaycanlılara verməli idi. Amma təbii ki, onlar nə etdi? Azərbaycanlılara vermədi. Əksinə, Gürcü ermənilərə verdi. Deməli, burada bir məsələni də vurğulayım ki, oktyabr çevrilişindən sonra artıq Qafqazda hərbi əməliyyatlar yavaş-yavaş dayanmaya başladı. Qafqazda hərbi əməliyyat dayandıqdan sonra 14-cü ildə yaradılmış Tatar Süvari alayına da artıq ehtiyac duyulmamışdı. Ona görə də bu Tatar Süvari alayı vətənə qayıtmış oldu. Və onlar vətənə qayıtmazdan Müsəlman Milli Korpusunun əsas özəyini təşkil etmiş oldular. Və indi keçək növbəti bir məsələyə. Deməli, bayaq qeyd etdiyim kimi, korpus yaradıldı, ordu sistemi quruldu, amma bir dənə silah çatışmırdı. Silah məsələsində axı vermədi ruslar. Ona görə nə etməli idilər? Rus qoşunlarının tərk silah etməli idilər. 1918-ci il yanvar ayında Şəmkir hadisələr baş verdi. Bu hadisə Azərbaycanlı siyasi xadimlərin tələbi ilə həyata keçirilmişdi. Cəbhədən qayıdan Rus hərbi dəstələri Şəmkir stansiyasında tərk silah edildi və bütün silahların Azərbaycanlılara təhvil verilməsi haqqında qərar qəbul edilmiş oldu. Deməli, bayaqların müəssilə məclisinin adını çəkmişdim. İndi müəssilə məclisi haqqında qısaca bir məlumat qeyd edək. Deməli, 1917-ci noyabr ayının sonunda, 26 noyabrda xüsusilə, müəssilə məclisinə seçkilər keçirildi. Amma bu müəssilə məclisi bolşeviklərin zəif cəhətini üzə çıxartdılar. Çünki burada seçkilər keçirildi və bolşeviklər bu seçkilərdə məğlub oldular. Çünki burada deyir, seçicilərin əksəriyyəti öz səslərini milli partiyalara vermişdi. Sadəcə bolşeviklər 20% səs toplamışlar. Bu da bolşeviklərin Cənubi Qafqazda sosial bazaların məhdud olduğunu göstərdi. Və təbii ki, bolşeviklər müəssilə məclisinin işindən narahat oldular. Ona görə də 1918-ci il yanvar ayında müəssilə məclisi zor gücünə qovuldu və onun yerində isə Ümumrusiya müəssilə məclisi çağırılmış olacaq. Deyir, bu hadisələr Rusiyada vətəndaş müharibəsinin başlamasına gətirib çıxartdı. Cənubi Qafqazın taleyinə ciddi şəkildə təsir göstərdi və bundan sonra Cənubi Qafqaz Komissarlığı fəaliyyətini dayandırdı və onun yerində isə yeni bir qurum olan Cənubi Qafqaz Seymi yaradılmış oldu. Cənubi Qafqaz Seymi 1918-ci fevralda yaradıldı və 26 maya qədər davam etdi. Bu Seym öz hökumətini yaratmışdı və ali qanunverici hakimiyyət orqanı idi. Digərindən fərqli olaraq bir növ parlament funksiyasını daşıyırdı. Seymdə 3 əsas fraksiya vardı. Müsəlman, yəni Azərbaycan fraksiyası, Gürcü və erməni fraksiyaları vardı. Müsəlman fraksiyası 44 nəfərdən ibarət idi. Bunların da başında Rəsulzadə dayanırdı. Fraksiyanın əsas istəyi isə müharibənin bitməsi idi. Yəni sülhə tərəfdar çıxırdılar və tezliklə Azərbaycana milli ərazi muxtariyyətinin yaradılması idi. Əsas istəklər bundan ibarət idi. Deməli, bu Cənubi Qafqaz Seymi Sovet Rusiyasını tanımaqdan imtina etmişdi. Və onlar ümid edirdilər ki, bolşeviklər hakimiyyətdən devriləcək və artıq federativ demokratik əsaslarla yeni bir dövlət qurulacaq. Deməli, bu gedişatlarda Cənubi Qafqaz Seymi fəaliyyət göstərdiyi bir dönəmdə artıq bolşevik hökuməti müharibədən çıxdığını elan etmiş oldu. Nə zaman? 1918-ci il mart ayının 3-də Brest-Litovsk şəhərində sülh müqaviləsi imzalanmış oldu. Bu müqavilə Sovet Rusiyası ilə Almaniya və onun müttəfiqləri arasında oldu. Mərkəzi dövlətlər. Müttəfiqlər kimlərdir? Bolqarıstan, Osmanlı və Avstriya Macaristan. Və burada 2 şərt qoyulmuşdu Sovet hökumətinin qarşısına. Qars, Ardahan, Batum torpaqları Osmanlı dövlətinə qaytarılmalı. Rusiya və Osmanlı dövləti arasında 1877-78-ci illər müharibəsi ərəfəsindəki sərhədlər bərpa edilməli idi. Bəs nəticə necə oldu? Təbii ki, Gürcü və erməni fraksiyalar buna etiraz etdilər. İlk başlıqda Azərbaycan fraksiyası da etiraz etmişdi. Və Seymin Osmanlı dövlətinə müraciəti əsasında Trabzonda sülh konfransı işə başladı. Bu konfrans 1918 mart ayının 14-dən 13 aprelə qədər fəaliyyət göstərdi. Və bu konfransda Osmanlı dövləti Seym qarşısında 2 əsas tələb irəli sürdü. Nə idi bu tələblər? Deməli, Seym Cənubi Qafqazın müstəqilliyini elan etməli, Qars, Ardahan, Batum vilayətlərini isə dərhal boşaltmalı idi. Təbii ki, Seym daxilində Brest-Litovsk sülhünün Cənubi Qafqaz ilə bağlı müddəalarına münasibətdə fikir ayrılıqları hökm sürürdü. Azərbaycanlı deputatlar yalnızca Batumun Seymdə qalması şərti ilə sülh müqaviləsinin bağlanmasının tərəfdarı idi. Niyə görə? Çünki Bakı neftinin ixracı üçün Batum şəhəri mühüm bir əhəmiyyətə malik idi. Gürcülər də bunu dəstəkləyirdi. Həmçinin Gürcü deputatlar Ərdahanın, ermənilər isə Qarsın Osmanlılara verilməməsini israr edirdilər. Nəticədə nə baş verdi? Seymin Gürcü və erməni nümayəndələri Osmanlı dövlətinə müharibə elan etdilər. Azərbaycanlılar əslində sonradan fikirlərini dəyişdilər, çünki artıq ermənilər qırğın siyasətinə başlamışdılar axı.
Azərbaycanlılara qarşı və onlar düşündülər ki, Osmanlılar onlara yardım edəcək. Ona görə də bu fikirdən daşındılar və digər nümayəndələr də bildirdilər ki, Osmanlıların tələbləri qəbul edilsin. Amma Gürcü vermə nümayəndələri bu təklifləri qəbul etmədi. Tam əksinə Osmanlı dövlətinə müharibə elan etdilər. 8 gün davam etdi müharibə. 1918-ci il aprel ayının 13-dən 21-nə qədər davam etmiş oldu. Osmanlı tərəf qalib gəldi və Batum Osmanlılar tərəfindən ələ keçirildi. Bundan sonra isə Osmanlı qoşunu Brest-Litovsk sülhü ilə müəyyənləşdirilən ərazilərdə öz hakimiyyətlərini bərpa etməyi bacardı. Və sülh danışıqları başladı. Seym məcbur qaldı ki, Osmanlı dövlətinin hər iki tələbini qəbul etsin. Osmanlı dövlət nümayəndəsi həmin vaxtda Ənvər Paşa idi. Onun təklifi ilə Cənubi Qafqaz Seymi Rusiyadan ayrılmaq və ümumi müstəqil dövlət qurmaq qərarı verdi. 1918-ci il aprel ayının 22-sində Cənubi Qafqaz Rusiyadan ayrıldı və Cənubi Qafqaz Federativ Demokratik Respublikası yaradıldı. Yeni dövlətin qarşısında isə əsas bir məsələ dayanırdı. Osmanlı dövləti ilə sülh müqaviləsinin imzalanması və bu məqsədlə də may ayında Batumda danışıqlar başlandı. Bəs yaxşı bu danışıqlar nələrdən ibarət idi? Osmanlı dövləti Seymin başlatdığı müharibə səbəbindən üzləşdiyi itkilərə görə yeni ərazilər tələb etdilər. Amma təbii ki, həmişə olduğu kimi yenə də Gürcü vermə nümayəndələr yeni ərazi tələblərinə kəskin etiraz bildirdilər. Amma bunlardan fərqli olaraq Azərbaycanlı nümayəndələr isə tez bir zamanda sülh müqaviləsinin imzalanmasının tərəfdarı idilər. Niyə görə? Çünki Bolşevik daşnaq qüvvələri Bakıda və ətraf ərazilərdə müsəlman əhalisinə qarşı soyqırım törədirdilər axı. Artıq soyqırımlar başlamışdı. Bu prosesin qarşısını almağa çalışırdılar. Ona görə də sülhün tərəfdarı idilər. Bu gedişatlarda Osmanlı dövləti müttəfiqi olan Almaniya danışıqlarda öz vasitəçiliyini təklif etdi. Amma təbii ki, istər Azərbaycan, istər Osmanlı nümayəndələri bu təklifi qəbul etmədilər. Belə olan bir zamanda isə Almanlar Gürcülərlə gizli danışıqlara başladı. Və bu Gürcülər may ayının 26-sında Seymdən çıxdığını bildirdilər. Bunun nəticəsində müstəqilliklərini elan etdilər və nəticədə 22 apreldə yaradılan Cənubi Qafqaz Federativ Demokratik Respublikası süqut etmiş oldu. Deməli, burada belə bir qeyd var. Bu, Mars soyqırımları bölməsində yazılıb bu qeyd. İstədim, amma mən burada vurğulayam bunu. 1918-ci ildə aprel ayının 20-sində Şəhər Duması ləğv olunmuşdu. Və bu Şəhər Duması ləğv olunduqdan sonra Lenin Cənubi Qafqaz Seymini əks inqilabi qurum adlandırmışdı. Bunu da nəzərimizdə saxlayaq. Mövzumuz bundan ibarətdir. Ümid edirəm ki, faydası oldu.